Regiona böldüyü Avropanın çaylarının Şimal, Orta, Cənub və Şərqi Avropa. Ümumiyyətlə Avropanın çayları aid olacaq iki okean hövzəsinə. Şimal buzlu və Atlantik. Əsas da Atlantik okeanı. Şimali Avropanın çayları adı çəkilən önəmli çay yoxdur. Amma xüsusiyyətlərini deyək. Skandinaviya dağlarından başlayırlar. Qısa, gürsulu, hidroenerji potensialı böyük, gəmçilikdə istifadə olunmur, suvarmada istifadə olunmur. Şimali Avropada ən çox hidroenerji potensialından istifadə edən ölkə Norveçdir. Norveçdə yerləşən Alta sesi Norveçin ən böyük seslərindən biridir. Alta sesi, yadınızda saxlayın. Ölkədə 937-yə yaxın ses var. Ölkə enerjisinin 96%-i su elektrik stansiyalarından alınır. Gəldik Orta Avropanın. Orta Avropanın iqlimi bilirsiniz ki, mülayim dənizdir. Mülayim dənizdə yağıntı nə vaxt düşürdü? İl boyu düşürdü. Demək, buranın çayları il boyu bol suludur. Düzən çaylardır, çünki düzənlik ərazidir. İl boyu yağış yağırsa suvarmada istifadə olunmaz. Nədə istifadə olunacaq? Gəmçilikdə. İndi baxaq görək hansı çaylardır. İngiltərədən Şimal dənizinə tökülür Temza çayı. Ümumiyyətlə Şimal dənizinə tökülən çaylar. İngiltərədən Temza, gəldik bura Niderlanddan Reyn, Almaniyadan Elba. Temza, Reyn, Elba. Lamaş boğazına tökülür Fransanın paytaxtı Parisdən keçən Sena çayı. Biskay körfəzinə tökülür Fransadan Loire və Harona. Baltik dənizinə tökülür Odra, Oderdə deyirlər buna. Odra, Polşanın paytaxtı Varşavadan keçən Visla, Qərbi Divina, Duagavada deyirlər və Neva çayı töküləcək Baltik dənizinə. Bu çaylar dedim il boyu bol suludur, suvarmada istifadə olunmur, gəmçilikdə geniş istifadə olunacaq. Cənubi Avropanın çayları Taxo, Ebro, Po. Bunlar Aralıq dənizi iqlimindədir, dağlıq ərazidir, suvarmada istifadə geniş olunur. Aralıq dənizi iqlimidirsə nə zaman bol su olacaq? Qışda. Yayda isə suvarmada istifadə olunur. Sitrus meyvəsilik, dağlıq ərazi deyini əlbəttə ki, gəmçilik olmayacaq. Burada Taxo birbaşa Atlantik okeanına, İspaniya və Portuqaliya ərazisindən keçir. Ebro töküləcək Aralıq dənizinə, Po isə töküləcək Adriatik dənizinə. Şərqi Avropanın çayları. Şərqi Avropanın çayları Qara dənizə tökülən, yəni Dunay həm Qərbi Avropadan keçir, həm Şərqi Avropadan. Qara dənizə tökülən şərq istiqamətində Avropanın 10 ölkəsindən keçən Dunay, sonra Dnepr, Azova tökülür isə Don çayı. 4 dənə D-nin xüsusiyyətini yadınızda saxlayırsınız ki, qarışıq qidalanır. Qaraya töküldü Dunay, Dnepr, Azova töküldü Don. Eroziya vasitəsi okean səviyyəsindədir. Sonra Şərqi Avropadan Xəzərə tökülən çaylar hansıdır? Ən böyük Avropanın ən uzun çayı Volqa çayı. Ən uzun çay olsa da yalnız bir ölkə ərazisindən axır. Rusiya ərazisindən. Volqanın qolları Kama və Oka olacaq. Eroziya vasitəsi okean səviyyəsindən aşağıdır. Üzərində ardıcıl su elektrik stansiyaları, yəni kaskad su elektrik stansiyaları tikilmişdir. Ondan başqa Xəzərə tökülür. Demək, Volqa, Ural, Emba, Terek, Sulaq. Bunlar Xəzərə töküləcək, eroziya bazisləri okean səviyyəsindən aşağıdır. Gölə tökülən çaylar sayılır. Şimal buzlu okeanına töküləcək yoldaşlar buradan Şimalı Divina və Peçora çayları. Yazda bol sulu olan çaylardır, qar və yağışla qidalanırlar. Burada Qara dənizindən Şimal dənizinə keçmək üçün ən qısa yol Dunay, Mayın, Reyn kanalı olacaq. Dunay çayı ilə Reyn çayı arasında. Sonra yoldaşlar göllərin deyirəm. İsveçdə Venerin, Vetterin buzlaq mənşəli. Finlandiyada Inari, Sayma və Inari qütb işıqlanma qurşağına düşür. Bunlar da buzlaq mənşəlidir. Rusiyada Onega və Ladoga arasında Sivir, Ladogadan başlayır Fin körfəzinə tökülür Neva çayı. Almaniyada Boden, Macaristanda Balaton, Fransa, İsveçrə sərhədində Cenevra, İtaliyada isə Qarda gölü yerləşəcək.
Xəzərin şimalında Rusiyada relik mənşəli Elton və Baskunçak. Bunlar duzlu göllər olacaq. Gəldik Asiyanın. Şimali Asiyanın çayları. Ob, Yenisey, bunlar estuari, Lena, Yana, Indigirka, Koluma, bunlarda isə delta olacaq. Şimal istiqamətində axırlar, şimal buzlu okeanına tökülürlər, suvarmada istifadə olunmur, gəmiçilik, ağac axıdılması, qışda isə şose yolu kimi istifadə olunacaqlar. Hava isinən, yəni yaz fəslində burada daşqınlar baş verir. Mənbələri aşağı enliklərdə, mənsəbləri yuxarı enliklərdədir. Obun estuarisi ən böyük estuaridir, Ob qubası. Obun qolları Irtış, İşim, Tabol, Qazaxıstandan başlayıb, Ob özü isə Rusiya ərazisindən axır. Obun stoplayıcı hövzəsi yerləşir Qərbi Sibir ovalığında. Stoplayıcı hövzəsinə görə ən böyük Obdur, bolsuluğuna görə isə ən böyük Yenisey olacaq. Yeniseyin qolları Ankara və aşağı Tunguska olacaq. Ankara başlayır Baykaldan. Yəni göldən başlayır, çaya tökülür. Lena tökülür Laptevlər dənizinə, o Yenisey isə Kara dənizinə tökülürdü. Lena'nın qolları olacaq Vilyuy və Aldan. Xüsusiyyətləri hamısı eynidir. Suvarmada istifadə olunmur, qışda buz bağlayır şose yolu kimi, yağış və qarla qidalandığına görə yazda bozlu olurlar, axın istiqamətləri şimaladır. Bir də burada anadır var ki, o şərq istiqamətinə axır, Sakit okeana tökülür. Sonra gəldik musson rejimli çaylara. Amur, Xuanxe, Yangtze, Mekong, İravadi, Saolin, Qanq və Brahmaputra və Hind çayları. Amur Çin və Rusiya sərhədindən axacaq, Tatar boğazına tökülür, tranzit və transsərhəd çaydır, yayda bozlu olur, qışda buz bağladığına görə suvarmada istifadə olunmayacaq. Xuanxe və Yangtze axımı tənzimlənmişdir, hər ikisi Tibetin şərqindən başlayır, düşmə kəmiyyətləri böyükdür, yayda bozlu olurlar, qışda suvarmada geniş istifadə olunur. Mənbələri denudasyon ərazidə, mənsəbləri isə böyük Çin düzənliyi, akkumulyativ ərazidə yerləşəcək. Xuanxe Sarı dənizə, Lios yaylasından keçir, özü ilə çoxlu çöküntülər gətirir. Ən çox çöküntü gətirən çaydır. Yangtze isə Şərqi Çin dənizinə töküləcəkdir. Xuanxe və Yangtze arasında böyük kanal çəkilmişdir. Yangtze çayı üzərində dünyanın ən böyük su anbarı Üçdərə sesi yerləşir Çində. Hər ikisi yalnız bir ölkədən axırlar Çindən. Gəldik yoldaşlar, burada Mekonga tranzit və transsərhəd çaydır. Cənub istiqamətində axır, Cənubi Çin dənizinə tökülür. Sakit okeana aiddir. Yayda bozlu olur, qışda suvarmada delta yaradacaq. İravadi Saolin eyni cənub istiqamətində axır, Andamana tökülür, Hind okeanına aiddir. Qanq çayı tökülür Bengal körfəzinə, mənsəbi Bangladeşdədir. Brahmaputra isə Qanqın qoludur. Hind çayı tökülür Ərəbistan dənizinə, mənsəbi Pakistandadır. Cənub-Qərbi Asiyanın çayı Dəzlə Fəraddır. Dəzlə Fərad Türkiyə, Suriya, İraq ərazisindən keçir. Mesopotamiyada İran körfəzinə 200 kilometr qalmış birləşərək Şətəl Ərəb adlanır. Fərad çayı üzərində Keban və Atatürk su anbarları yerləşir və son zamanlar Yusifli su anbarı da tikilmişdir. Türkiyənin Cənub-Qərbi Asiyanın su kranı adlandırırlar bu su anbarlarına görə. Ümumiyyətlə Türkiyədən başlayan çaylar Dəzlə və Fərad İran körfəzinə, yəni Hind okeanına aiddir və özünün ərazisində olan Yaşılırmaq, Qızılırmaq, Seyhan və Ceyhan Qara və Aralıq dənizinə, yəni Atlantik okean hövzəsinə aiddir. Kür Araz isə Xəzər hövzəsinə aid olduğuna görə Türkiyənin çayları deyəcəyik həm Hind, həm Atlantik, həm də Xəzər dənizinə aiddir. Gəldik Mərkəzi Asiyanın çayları. Arala tökülən Amudərya və Sırdərya. Amudərya aşağıdadır, başlayır Pamir dağlarından, Sırdərya yuxarıdadır, başlayır Tianshan dağlarından. Amudərya və Sırdərya yüksək dağ çaylarıdır, düşmə kəmiyyətləri böyükdür. Həmçinin burada yerləşən Balxaşa tökülən İli, Qaşqadərya, Tarif və Hilmənd çayları. Bunların ortaq xüsusiyyəti, düşmə kəmiyyəti böyükdür, dağ çayıdır, buzlaqla qidalanır, yayda bozlu olurlar.
Sonra yoldaşlar, burada çayları dedik, keçək göllərinə. Rusiyanın şimalında Taymır gölü buzlaq mənşəlidir. Bu hissədə Rusiya ərazisində, yəni Türk qurumuna düşmür, Saxa Yakutiya düşmür. Rusiyanın öz ərazisinə düşür Baykal. Baykal dünyanın ən dərin göldür. Tektonik sas zonasında yerləşir. Baykaldan başlayır Ankara. Sonra Qazaxıstanla Özbəkistan sərhəddində Aral. Arala tökülür Amudərya, Sırdərya. Qazaxıstanın öz ərazisində, yəni sırf öz ərazisinə düşən Balxaş və Zaysan yerləşir. Balxaşa tökülür İli, Zaysana tökülür Qara Irtış. Qara Irtış Çinin ərazisindən başlayacaq. Monqolistanda Upsunur, Xubuskul, Çində Lobunor, Kukunor, İranda Urmiya, Türkiyədə Vantus, Qırğızistanda Tiyanşan dağlarında Issıqul, Tacikistanda isə Uçqunbənd mənşəli Sarez gölü yerləşir. Bu da oldu sənin göllərin. Asan bir şey. Afrika. Afrikanın çayları daxili axarsız və Hind və Atlantik okeanına aid olacaq. Əsası Atlantik okeanına aiddir. Atlantik okeanına şimal istiqamətində axır Nil çayı. Nil çayının iki məşhur qolu, Ağ Nil və Mavi Nil var. Ağ Nil Viktoriyadan, Mavi Nil Efiopiyadakı Uçqunbənd mənşəli Tana gölündən başlayacaq. Nil çayı uzun məsafədə tropiklərdən keçsə də qurumur. Səbəb yuxarı axınlarının, yəni mənbəyinin ekvatorial və subekvatorial ərazidə olub bol yağıntı almasıdır. Nil çayının digər çaylardan fərqli xüsusiyyəti yerləşdiyi materikin bütün iqlim qurşaqlarından keçir. Yəni ekvatordan başlayır ta subtropikə qədər. Üzərində Nasir, Aswan, Misir və Sudan sərhədində su anbarı yerləşdirilir. Aswan su anbarı tikildikdən sonra ərazidə rütubətin miqdarı artıb, birizlərin sayı artıb, qurun sularının səviyyəsi qalxmışdır. Su anbarı tikilirsə quruntun səviyyəsi qalxır. Nil çayı şimala axır, Ararat dənizinə tökülür, delta yaradır. Efiopiya, Cənubi Sudan və Misir ərazilərindən keçir. Ugandaya da yəni gedib çatır onun Ağ Nil qolu. Sonra gəldik burada Mavritaniya və Senegal sərhədində Senegal çayı Atlantik okeanına tökülür. Burada Volta və Niger çayları yerləşəcək. Bu çayların ümumi xüsusiyyəti odur ki, bu çaylar yayda bol sulu olur, qışda suvarmada istifadə olunur, çünki subekvatordadır. Senegal birbaşa Atlantika, Volta Niger isə 4 yarımkürədə yerləşən körfəzə, yəni Qvineya körfəzindən töküləcək. Kongo çayı Afrikanın ən bol sulu çayıdır. Ekvatorda yerləşir, il boyu yağıntı alır, suvarmada istifadə olunmur, gəmçilikdə istifadə olunmur, heç nədə istifadə olunmur. Üzərində 32 şəlalədən ibarət sistem var. Livingstone, Stanley, Wisman şəlalələri bunun üzərində yerləşir. Dağlıq ərazidə pillavari faylar yerləşir burada. Gəldik mülayim işıqlanma qurşağından Atlantik okeanına tökülən Oranj çayı yerləşəcək. Hind okeanına baxsaq, burada Zambezi və Limpopo çayları, Zambezi və Limpopo çayları töküləcək Mozambik boğazına. Zambezi çayı yerləşir cənubun subekvatorunda, yayda bol sulu olur dekabr, yanvar, fevral aylarında. Zambezi çayı üzərində iki məşhur su anbarı var. Kariba və Kabara Bassa. Kariba su anbarı Zambiya və Zimbabwe sərhədində, Kabara Bassa isə Mozambikdə yerləşir. Limpopo çayının özəlliyi 23.5 cənub tropikini 2 dəfə kəsən çay olacaq Limpopo çayı. Sonra buradan bir də Əjdaha dağlarından Hind okeanına tökülən Tugela çayı da var. Üzərində Tugela şəlaləsi, dünyanın ikinci ən hündür şəlaləsidir. Göllərinə nəzər yetirsək, Çad gölü Niger, Çad, Kamerun, Nigeriya sərhədində yerləşir. Axarsızdır, lakin şirinsulu çayların, yeraltı sularla qidalandığına görə şirinsuludur. Çada tökülür Şari çayı. Şari eroziya bahisi okean səviyyəsindən yuxarı olacaq. Axarsızdır, lakin şirindir. Sonra yoldaşlar, tektonik əyilmə zonasında yerləşən digər göl Çad da tektonik əyilmədədir. Digər gölümüz Viktoriya tektonik əyilmədədir. Viktoriya Afrikanın ən böyük gölü olacaq. Ekvator xətti kəsir 3 yarımkürəyə düşəcək. Yerləşdiyi ölkələr Uganda, Kenya və Tanzaniya sərhəddir. Ümumiyyətlə Tanzaniya həm Viktoriya, həm Tanganika, həm Nyasanın sahillərini yuyacaq. Digər iki məşhur gölümüz isə Tanganika və Nyasadır. Bu göllər isə tektonik ças zonasında yerləşir. Dar
uzun, dərin olacaqlar. Bu da Afrika çay göl şəbəkəsi. Daxili axar sözləri bir də burada oldu. Çada tökülən Şari. Burada Okavango çayı var. Okavango, Ngameya gölünə tökülür. Bolsul dövrü. Qıçsul dövrü isə quruyur. Mənsəbinə gedib çatmır. Kor mənsəblidir. Avstraliya